Neftin qiyməti 200 dollara qədər yüksəlməsi ehtimalı artıq xəyal deyil. İqtisadçılar belə bir senaridən danışırlar. Hörmüz boğazı bağlıdır, tankerlər dayanıb. Avropada isə qazın qiyməti artıq 2 qat bahalaşıb. Ekspertlərin fikrincə bugün strateji rezervlərin açılması belə vəziyyəti xilas etməyə bilər. Çünki əsl zərbə bir ay sonra tədarük tamamilə dayananda hiss olunacaq. Ekspertlərin maraqlı təhlillərini izləyək. Dünya iqtisadiyyatının şah damarı hesab olunan Hörmüz boğazında gərginlik pik həddədir. İranın boğazda minalar yerləşdirməsi ilə bağlı xəbərlər və neft tankerlərinə endirilən zərbələr qlobal bazarları lərzəyə gətirib. Fars və Oman körfəzlərini birləşdirən bu strateji su yolunun faktiki olaraq kilidlənməsi neftin qiymətini 100 dollara qədər qaldırıb. Əgər boğazın qapalı qalması davam edərsə, qara qızılın gələcək qiyməti ilə bağlı proqnozlar daha yüksəkdir. Bu isə təkcə yanacaq böhranı deyil, qlobal inflyasiya dalğasının bütün dünyanı bürüməsi deməkdir. Bu halda neftin dünya bazar qiyməti məhz 2015-ci ildən əvvəlki səviyyə, yəni 150 dollara qədər yüksələ bilər. Eyni zamanda nəzərə alsaq ki, İranın son açıqlamaları da ondan ibarətdir ki, neftin dünya bazar qiyməti hətta 200 dollara qədər yüksələcək. Neftin dünya bazar qiymətində xüsusən də növbəti günlər və eləcə də mart ayında dəyişikliklər birbaşa Hörmüz boğazından istifadə imkanlarından asılı olacaq. Münaqişə genişləndikcə körfəz ölkələrinin neft logistikası çıxılmaz vəziyyətə düşür. Bu təlatümün əks sədası Avropa bazarlarında da hiss olunur. Hörmüz boğazı həm də mühüm mayeləşdirilmiş təbii qaz marşrutu olduğundan baş verənlər Avropada qazın 2 qat bahalaşmasına yol açıb. Mövcud böhran dövlətləri strateji rezervləri açmağa məcbur etsə də, əsl iqtisadi zərbə hasilat zəncirinin qırılması səbəbindən bir ay sonra daha kəskin hiss oluna bilər. Dünya petrol rezervinin %20'sinin bulunduğu ve %20'li 25'lik bir petrol ve LNG ticaretinin döndüğü bir Hürmüz Boğazı'nda bu petrol ve LNG'nin geçmemesi petrol üretim yerlerinin ve tesislerinde depolamadan kaynaklı olarak üretimi durdurduğunu görüyoruz. Yani Irak ve diğer ülkelerde üretsek petrolü koyabileceği bir yer olmadığı için, yani düşünün ki bir çeşme var, çeşme artık boşa akıyor. Bu artık dolacak bir yer yok. O yüzden buradaki petrol üretim tesisleri de kapandı. Ve bununla beraber de ciddi bir şekilde petrol arz güvenliği endişesi oluştu tüm dünyada. Bundan sonraki vəziyyət də məhz hərbi eskalasiyanın, onun şiddətindən, onun neft obyektlərinə hədəf seçmək kimi gündəmdə olacaq. Əgər belə deyim də münaqişənin müddəti uzanarsa, İkinci bir tərəfdən neft obyektləri hədəfdə daha çox olarsa, təbii ki, neftin qiymətinin də artımı daha yüksək olacaq. Mövcud qeyri-müəyyənliklər fonunda bu əsas suala cavab gözlənilir. Enerji dəhlizi açılacaq, yoxsa qlobal iqtisadiyyat üçün ən pis ssenari hələ irəlidədir?